Marneolidə 3 nəfər saxlanılıbdır. Onlar həm kəndlilərini məntəqədən uzaq yerə aparıblar, onu soyundurub foto və videosunu çəkiblər. Həmin şəxsi pul ödəmədiyi təqdirdə qeyd olunan video və fotoları ictimai şəkildə yayımlayacaqları ilə hədələyiblər. Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə zorakılığa məruz qalan 2003-cü il təvəllüdlü R.B. həm kəndlilər tərəfindən hədələndikdən sonra intihara cəhd edib. Daxili İşlər Nazirliyinin məlumatına görə hər 3 müttəhim keçmişdə məhkumluq həyatı yaşayıbdır. Onlar mütəşəkkil şəkildə törədilmiş zorakılıq, azadlıqdan qeyri-qanuni şəkildə məhrum etmək, şəxsi həyatı təsvir edən məlumatın qanunsuz istifadəsi, qeyri-insani rəftar və intihar həddinə çatdırma ittihamı ilə saxlanılıblar. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə istintaq aparılır. Törədilmiş cinayətlərə görə 10 ilə qədər müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.